Bəli dostlar, Android telefonumuza banlanmayan və problemsiz WhatsApp Plus yükləmək üçün ilk öncə Google Chrome və yaxud da bunun kimi hər hansı bir web brauzerə daxil oluruq. Axtarış bölümünə siz də mənim yazdığım kimi WhatsApp Plus 2026 APK deyə yazın, axtarış verin. Bunu bu formada yazmaqda məqsədimiz odur ki, normalda mən video açıqlamasında bir link verməliyəm. Bunu verə bilmirəm, çünki o linki mən orada versəm, mənim bu videom YouTube tərəfindən banlanacaq. Ona görə də siz bu formada yazın, tapın. Malavida deyə bir sayt çıxacaq. Baxın, WhatsApp Plus 2026 APK download for Android free deyə bir şey yazılıb. Bunu görsəz bilin ki, eyni saytdır. Digərlərində olmaya bilər, ona görə bunu göstərirəm. Buna daxil olacaqsınız və görəcəksiniz ki, belə bir şey açılır. Burada WhatsApp Plus Android falan yazılıb. Aşağılara heç düşməyə ehtiyac yoxdur. Yükləmə linki zaten ən üstdə qeyd olunub. Baxın, WhatsApp Plus APK yazılıb. Üstünə bir dəfə klik edin. Bəzən burada reklam da açıla bilər, amma bu dəfə açılmadı. Açılsa buradan səhifələr arasından keçib həmin səhifəyə yenidən qayıdın. Baxın, yenə numara doğrula falan. Bu da reklamdır. Bax, sağ üstdən close düyməsinə klik edib o reklamı ləğv edirəm. Və belə Facebook reklamları falan da çıxa bilər. Bax, balaca bir ox işarəsi və buna bas, o reklam avtomatik olaraq alta düşəcək. Sonra buradan biraz aşağı sürüşdür və görəcəksən ki, WhatsApp Plus buradadır. Download düyməsinə klik edəcəksən, biraz gözləyəcəksən. Belə bir sual soruşacaq. Fayl yenidən indirilsin və yaxud da faylı indirmək istəyirsən, bunu indirməzdən əvvəl adına bax. Baxın, gördüyünüz kimi com WhatsApp 25.8. falan filan yazılıb. Əgər adı belədirsə, WhatsApp ilə əlaqəlidirsə, yenidən indirin və yaxud da yüklə düyməsinə klik edə bilərsiniz. İstəsəz buradan sağ üstdən 3 nöqtəyə klik edin və buradan indirilənlər bölümünə keçid edib nəyi yüklədiyinizə baxa bilərsiniz. Baxın, gördüyünüz kimi com WhatsApp falan belə bir şey yazılıb. Görəcəksiniz. Amma burada fərqli bir ad görsəz, antivirus, Avast falan yazılsa, qətiyyən onu açmayın, problem yarada bilər. Və bu yüklənən faylı buradan açırıq. İstəsəz yenə buradan 3 nöqtəyə klik edib indirilənlərdən də aça bilərsiniz. İstəsəz fayl idarəçisindən indirilənlərdən də götürə bilərsiniz. Yəni eyni şeydir zaten. Üstünə klik edirəm və belə bir şey gəlir. Naməlum falan deyir. Burada baxın, quraşdırın düyməsinə klik edirəm. Sizdən bəzən bir şey də soruşa bilər. Yəni Google Chrome üzərindən yüklənmə falan da deyə bilər. Keçin oradan icazə verin. Heç bir xəta yaratmayacaq. Və bəli, gördüyünüz kimi belə bir şey gəldi. Bura mütləq diqqətlə baxın. Zərərli tətbiq bloklandı. Bütün APK proqramlarda bu xətanı verir. Narahat olmayın. Burada heç bir zərərli, viruslu bir şey yoxdur. Androidin qoruma sistemi bunu eləyir. Buradan baxın, altda daha ətraflı yazılıb. Bu ox işarəsinə klik edin. Kiçik ox işarəsidir. Klik etdikdən sonra burada baxın, yenidən quraşdır yazılıb. Buna klik etdiyinizdə barmaq izi falan soruşa bilər. Bunu barmaq izini təsdiqləyin və biraz gözlədikdən sonra bunu bizim telefonumuza yükləyəcək. Bəli, bu faylımız yüklənənə qədər sən də aşağıdan bizim YouTube kanalımıza abunə olub videolarımıza like ataraq bizə dəstək ola bilərsən. Gəl indi keçək WhatsApp Plus-a. Bəli, gördüyünüz kimi WhatsApp Plus yükləndi. Tətbiq quraşdırıldı deyil. Burada elə hazırdır düyməsinə klik edib arxadan Google Chrome-dan falan çıxıram ki, bunlar arxada açıq qalmasın. Bəli, gördüyünüz kimi problemsiz bir şəkildə WhatsApp Plus yükləndi. Üstünə bir daha klik edib açıram. Görək açılacaq yoxsa nə isə xəta verəcək. Bəli, WhatsApp-a xoş gəlmisiniz deyir. Razıyam, davam et deyirsiniz. Nömrənizi falan yazırsınız. Belə bir şey gələcək. Buradan icazə verin ki, sizə bildiriş göndərsin və nömrənizi təsdiqləyə bilin. Bundan qalanını etmirəm, çünki mənim özümün də nömrəmdə adi WhatsApp-dır məndə. Orada yazışmalarım falan silinməsin deyə qeydiyyat açmıram. Sonra mən özüm də atacağam. Banlanmayan, problemsiz WhatsApp-da istifadə etməyinizi də tövsiyə edirəm. Bəli dostlar, indi tutaq ki, biz bu proqramı yüklədik. Yəni WhatsApp Plus artıq işləyir. Bildiyiniz kimi bunun hər ay və yaxud da ayda 2 dəfə, 3 dəfə yeniləməsi olur. Bu yeniləməni necə edəcəyik? Bunu öyrədim mən sizə. Sadə bir şeydir, amma yenə də öyrənmənizi tövsiyə edirəm ki, WhatsApp Plusunuz əlinizdən çıxmasın. Bax, deməli dostlar, WhatsApp-da özünüz üçün qeydiyyatınızı açdıqdan sonra, yəni nömrənizi falan yazacaqsınız, ora kod gələcək falan filan, daxil olacaqsınız. Deməli sağ üstdə bir 3 nöqtə olacaq WhatsApp-a daxil olduğunuzda. İndi bunu daha ətraflı göstərmək üçün ekranı paylaşım mən sizin üçün. Deməli gördüyünüz kimi belə bir şey gəlir sizə. Yəni WhatsApp-da qeydiyyat açdıqdan sonra bu formada daxil olursunuz. Baxın, Malavida deyə saytın adı var. Az öncə gördüyünüz kimi həmin saytdan götürdüm bunu. Burada baxın 3 nöqtə var. Yəni 3 nöqtə işarəsi. Buna klik edəcəksiniz. 3 nöqtəyə klik etdikdən sonra burada WhatsApp Plus ayarları və yaxud da WhatsApp ayarları deyə bir şey çıxacaq. Ən üstdə yazılır zaten. O yerə girdikdən sonra baxın, bu sağ tərəfdə gördüyünüz panel açılacaq. Burada gördüyünüz kimi about, temalar falan belə şey yazılıb. Biz buradan updates yazılan bölümə keçəcəyik. Yəni bu ox işarələri ilə olan hissəyə keçirsiniz. Baxın, burada zaten görünür. Bu hissəyə daxil olursunuz. Buraya girdikdən sonra avtomatik olaraq əgər yeniləmə gəlibsə, orada yeniləmənin tarixi yazılır. Misal üçün 22.06.2026 kimi bir tarix yazılır oradan. Oradan yenilə düyməsinə klik edirsiniz və az öncə telefonda açdığımız sayt açılır. Yenə oradan download edirsiniz. Yüklənir. Sonra yenə quraşdıra klik etdiyinizdə eyni şeyləri təkrar edirsiniz. Yəni orada zərərli tətbiq falan yazısı gəldi. Az öncə onda kimi yazılar gəlir. Təsdiq edirsiniz və nömrələriniz, yazışmalarınız falan
falan silinmədən hazırda mövcud açılmış WhatsApp-ınızın üstünə yeniləməni edir. Yəni bir daha yenidən qeydiyyat falan eləmənizə ehtiyac olmayacaq. Özü yükləyəcək, özü həmin tətbiqin üzərinə əlavə eləyəcək və yenilənəcək, yenilənmiş WhatsApp biliyorsunuz olacaq. Əlavə də dostlar, WhatsApp biliyorsunuzun banlanmamasını istəyirsinizsə, yəni video əvvəlində mən sizə qeyd etdim ki, problemsiz və banlanmayan WhatsApp biliyorsunuz. Banlanmamasını istəyirsinizsə, özünüz WhatsApp biliyorsunuz istifadə edərkən biraz diqqətli olun. Yəni WhatsApp-ın özündə zaten bildiyiniz kimi bəzi funksiyalar yoxdur. Biz də WhatsApp biliyorsunuz buna görə yükləyirik ki, WhatsApp-ın özündə olmayan müəyyən professional funksiyaları biz də istifadə edə bilək. Misal üçün müəyyən qəşəng temalar falan var, onları istifadə edirik. Sonra son görülməmizi dondururuq, statuslara gizlincə baxırıq, sonra bəzilərinin statuslarını gizlincə yükləyirik. Bu statusları yükləməkdə, gizlincə baxmaqda heç bir problem yox. Az öncə mən sizə qeyd etdim ki, son görülməni falan dondurmaq. Bunlar biraz ziyan yarada bilər bizə. Yəni siz son görülməni dondurursunuz və siz özünüz WhatsApp biliyorsunuz istifadə edirsiniz. Tutaq ki, dostunuzun biri də adi WhatsApp istifadə edir və o görür ki, sizin son görülməniz donub, avtomatik olaraq onu WhatsApp-ın, orijinal WhatsApp-ın qurucuları da görür. Yəni sistem görür ki, sizin orada son görülməniz donub, onu avtomatik orada tutur, tam olaraq onu araşdırıb öyrənir və sizin WhatsApp biliyorsunuz istifadə etdiyinizi öyrəndikdən sonra sizin hesabınızı orada dondurur və bloklayır. Onların olmamasını istəyirsinizsə bu formada ağır funksiyalardan istifadə etməyin. Bunların arasında az öncə qeyd etdiyim kimi son görülməni dondurmaqdır. Sonra saatlarla yazıyor formasında qalmaq, yəni yazır kimi göstərir bəziləri. Uzun müddət yazır kimi görünür. Haçan girirsən onun adına, görürsən ki, adının altında yazır yazılıb. Sonra bəzən girirsən, haçan baxırsan çevrim içi yazılır orada. O formada aktiv qalan funksiyaların çoxsunu istifadə etməyin. Bunlar hesabınıza ziyan vura bilər. Və bundan əlavə olaraq toplu şəkildə mesaj göndərmə kimi də funksiyalar var WhatsApp biliyorsun. Bunlardan da tövsiyəm odur ki, istifadə etməyin. Çünki o formada toplu mesaj kimi funksiyalar WhatsApp biliyorsa olduğu bilinir və WhatsApp-ın özündə mesaj göndərmək üçün müəyyən sistem var. Yəni siz bir mesajı ard-arda göndərə bilməzsinizsə, sistem başa düşür ki, hə bu insandır, yavaş-yavaş göndər, amma o formada funksiyalardan istifadə eləyəndə hər saniyədə 5 dənə, 3 dənə mesajı ard-arda göndərəndə bunu avtomatik sistem təyin eləyir və sizin nömrənizi və hesabınızı banlayır. Belə ağır funksiyalardan uzaq durun. Az öncə qeyd etdiyim kimi. Bu dediklərimlə siz WhatsApp biliyorsunuzu banlanmaqdan və bloklanmaqdan qoruya bilərsiniz. Əlavə də ki, az öncə müəyyən funksiyalardan bəhs etdim. Yəni statuslara gizlincə baxma və yaxud da başqasının statuslarını falan yükləməkdən danışdım. Bunları istifadə edə bilərsiniz. Yəni bunların heç biri problem yaratmır. Əlavə də ki, müəyyən temalar falan var. Bunlardan da rahatca istifadə edə bilərsiniz. Heç biri problem yaratmır. Sadəcə az öncə qeyd etdiyim 1-2 dənə ağır funksiyalar var. Yəni son görülməni dondurmadır, yazıyor kimi görünmədi. Sonra uzun müddətli çevrim içi qalmadı. Bunlar problem yarada bilər. Bunlara diqqət edin. Əlavə də ki, bu WhatsApp biliyorsunuz dostlarınızla falan paylaşmaq istəyirsinizsə, elə bizim bu YouTube videomuzu götürüb onlara göndərərək edə bilərsiniz. Yəni WhatsApp-ın içində WhatsApp biliyorsunuz paylaşma deyə bir funksiya var. Ondan da istifadə etməyin. O da problem yarada bilərsə, çünki link zaten bəllidir. Az öncə mən sizə qeyd etdim ki, həmin linki videonun altına qoymamaq səbəbim odur ki, videomuzun banlanmasına səbəb olur. Yəni bunu WhatsApp biliyorsunuz öz sistemində də eləyib ki, linki siz atdığınızda orijinal WhatsApp hesabı bunu təyin eləyir və hesabınızın banlanmasına səbəb olur. Nəysə, sizə verəcəyim məlumatlar bunlar idi. WhatsApp biliyorsunuzla bağlı əlavə suallarınız falan varsa və yaxud da nəysə çətinlik çəkirsə, aşağıda kommentlərdə bunu bizimlə bölüşə bilərsiniz. Kanalımızda bunun kimi faydalı, maraqlı videolarımız var. Onlara da baxaraq bizə dəstək ola bilərsiniz. Aşağıdan kanalımıza abunə olun, videomuza like atın, bir də bildiriş zəngini də aktiv edin ki, belə videolarımızın davamı gəlsin. Sağ olun, salamat qalın.